Hal-hazırda İsrail İranın mülki obyektlərini, mülki infrastrukturunu vurur. Bəli. Bu təbii ki, yaxşı hal deyil və dünya bunu qəbul etmək istəmir, amma İsrail tərəfi də İranın raketlərlə seçim olmadan sadəcə olaraq mülki insanların yaşadığı yerlərə də zərbə endirməsini əsas gətirərək İranın mülki infrastrukturunu sıradan çıxarmaq üçün zərbələr endirir. Düzdür, İranın raketləri insanlar yaşayan yerə düşür, mülki vətəndaşlar həlak olur və bu da pislənilir və bu qəbul edilməzdir. Və dünya bunu pisləyir, insanlar pisləyir, bütün humanizm tərəfdarları bunu pisləyir. Amma Amerika Birləşmiş Ştatlarının da bu məsələ İsrailə qoşulub İranın elektrostansiyalarını, qaz stansiyalarını, vətəndaşların kütləvi istifadə etdiyi və ehtiyac duyduğu mülki infrastrukturu vurması dünya ictimaiyyətində və bütün dünyada çox ciddi və haqlı suallar yaradacaq. Və bu doğru deyil. Yəni bunu insanları məhrumiyyətə düçar etmək və sonra o infrastrukturun yaradılmasını kim həyata keçirəcək? Belə çıxır ki, 80-90 milyonluq İran xalqını bu cür məhrumiyyətlərə düçar etmək elə onları öldürmək anlamına gəlir. Ya tısbağanı öldür, ya arxası üstə çevir anlamına gələ bilər. Bu qəbul edilməzdir. Və zamanı ilə siz bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Rusiya Ukraynada mülki infrastrukturu sıradan çıxaranda, elektrostansiyalara zərbələr endirəndə, neft, qaz stansiyalarına zərbələr endirəndə bütün dünya bunu kəskinliklə pisləmişdi. Amerika Birləşmiş Ştatları da bunu kəskinliklə pisləmişdi və bütün tərəqqipərvər dünya bu cür məsələləri hətta lənətləmişdi. Çünki Ukraynalılar soyuqda donurdu, uşaqlar, qocalar, xəstəxanalar belə lazım olan o xidmətləri ala bilmirdi və eyni layihəni də İranda həyata keçirmək də eyni reaksiyanı dünya ictimai tərəfindən doğuracaq. Yəni bu heç cür buna haqq qazandırmaq mümkün deyil. Yəni mən özüm bugün indi burada danışıram və düşünürəm ki, mülki infrastrukturun sıradan çıxarılması və insanların məhrumiyyətlərə düçar edilməsi və orada bizim də 1-30 milyona yaxın Azərbaycanlımız da yaşayır. Bunu mən çox belə humanizmdən kənar addım kimi qiymətləndirirəm və istəmərəm ki, mülki vətəndaşlar ziyan çəksin, mülki infrastruktur ziyan çəksin, sıradan çıxarılsın və insanlar da bu cür məhrumiyyətlərlə üz-üzə qalsınlar. Bu bəşəriyyətə qarşı cinayət kimi qiymətləndiriləcək, yəqin ki.